Demək, burada mən indi baxdım, bəzi təkmilləşməyə ehtiyac vardı. Biz burada yazmışıq for i in range sıfırdan len aylara. Bu düzgün işləməyəcək. Niyə? Çünki sıfırdan başlayaraq gedəcək. Bunu məsələn birdən len aylar plus 1-də demək olar. Amma bundansa daha qısa şəkildə ilk başdan elə biz n-i daxil eləyərik. Burada daxil elədik n-i, n bərabərdir int input. Neçə dənə ayın var sənin? Neçə ay üçün tərtib eləmişsən? İlk 6 ay. Bu zaman nə daxil edirsən? 6-nı daxil edirsən. For i in range n. Bu nə deməkdir? Yəni 0-dan 6-ya qədər qiymətlərdə 0, 1, 2, 3, 4, 5 qiymətlərində n bərabərdir int input. Ədəd daxil edirsən. Burada n deməsəydik də olardı. Bunu mən dəyişdirim. Deyək ki, a deyim. Üstəki n-ilə qarışmasın da. K əfrim a olsun bu da. Aha, bu şəkildə. İndi i-nin 0, 1, 2, 3, 4, 5 qiymətlərində hər hansısa bir a daxil edirsən, həmin aların bax bunlardır. Kilitləşdirsən sən. Bəli. Kameranı aç, görək ki, dərsdəsən. Sən həqiqətən dərsdə iştirak edirsən. Dərsin yarısından bağlamışdın, birinci dərsin. Bağlamışdım, sonra yadımdan çıxıb açsam, bağlı qalıb. Yoxsa dərsdəyim. Laf yaxşı. Daxil etdiyin hər anı K siyahısına əlavə elədin. Yəni, bu hissədə dedik də, bayaq bu hissə haqqında danışdıq. İndi, əgər şərt ödənirsə, print ayların i-ninci elementi nədir? Tutaq ki, i şərti ödəndi. Həmin ki, bu i aylar siyahısında da çapa geçsin və eyni zamanda K-nın i-ninci elementi. İndi burada bir dənə məsələ var ki, şərt ödənsə tamam, bu yerinə yetirilsin. Bəs şərt ödənməsə nə olsun? Else desin, else. Print deyək ki, yox desin. İndi bir dənə də məsələ var ki, bu vəziyyətdə else yox deməyəcək də, yəni belə deyək də, deyək ki, deyək ki, 30-u yoxladı, birinci elementi yoxladı. Bu, birinci elementi yoxlayandan sonra şərt ödəndi, bu ekrana çıxacaq. Şərt ödənməsə, yox ekrana çıxacaq. Yəni, burada necə olacaq? Kod işləməyini işləyəcək. Sadəcə olaraq adlaq-buddaq olacaq da. Şərt ödənəcək, ekrana nəsə çıxacaq. Ödənməyəcək, ekrana digər çıxacaq. Amma burada, bu cədvəldə şərti elə qoyub ki, deyir ki, bax, fevral ayı ödənibsə, qarşısında fevralın qiyməti nədir? O. Ondan sonra hər hansısa bir şey ödənməyibsə dəyməsin. Ödənənləri bir yerə yıxsın, ödənməyənləri bir yerə yıxsın. Ona görə də biz burada nə edirik? Print ayların i-ninci elementi. Bunu deyirik. Və bunu deyəndən sonra da deyirik ki, S bərabərdir. Tutaq hər hansısa bir dəyişən də deyə bilərsiniz siz. S plus 1. Bunun üçün də yuxarıda yenə S-i tanıdırıq proqrama. İndi S ilkin vəziyyətdə onsuz da sıfırdır. Əgər şərt ödənirsə, S bir vahid artsın. Yox, əgər şərt ödənmirsə, elə S sıfır olaraq da qalsın. Burada S bərabərdir, sıfır olsun. Bu şəkildə. Yaxşı. S-in də S əgər sıfır olsa, print yoxdur, yəni uğurlu ay yoxdur ekrana çıxması üçün. Burada bir dənə də şərt qoyuruq, deyirik ki, əgər S sıfıra bərabərdirsə, artıq else ehtiyacımız yoxdur burada. Nə desin?
Desin ki print yoxdur. Bu şəkildə. S-i niyə əlavə elədik? Onun haqqında bir də deyim. S-i ona görə burada əlavə elədik ki, uğurlu olanları bir dəfə çap eləsin, hamısını bir yerdə çap eləsin, uğursuz olanı da bir yerdə çap eləsin. O bir yerdə dediyimiz, yəni uğurlu ay yoxdur, o demək ki, ümumiyyətlə yoxdur da. Yoxun biri, ikisi, üçü olmur ki, uğurlu ay yoxdur, bir dəfə çapa gedir. O da S0-a bərabər olanda. S ilkin vəziyyətdə sıfırdır. Əgər S-də dəyişiklik varsa, bu o deməkdir ki, bizim uğurlu ayımız var. Uğurlu ayımız varsa, S arta getsin və eyni zamanda bizim uğurlu aylarımızı çap eləsin. Uğurlu aylar bitdikdən sonra S0-a bərabər olanda print yoxdur desin. Yəni bu şəkildə. Yoxlayaq. Bir bərabərlik qoymuşam. İndi addım yerinə yetirək. Nəyi yerinə yetiririk? Aylar adlı onsuz da bizim siyahımız var. Bunu biz bir də təzədən əlavə eləmirik. Proqram bunu tanıyır. K boş siyahımız var. S0-a bərabərdir. Bizim yerinə yetirəcəyimiz n bərabərdir int input. N daxil edirik. 6 aydan söhbət getdiyinə görə 6-nı daxil elədik. 6-nı daxil eləyəndən sonra artıq bizim girişə verəcəyimiz ədədləri daxil edirik. Tutaq ki, 20, 30, 25, 30, 40, 35. Fevral 30, may 30. Tamam. Yəni, ikinci vəziyyətdə də tutaq ki, 20, 25, 25, 30, 40, 40. Onları daxil eləsək, yox, ekrana çıxacaq. Sadəcə olaraq burada bir iki nöqtə də qoyuq. İki nöqtəni də mən istəyirəm əlavə eləyəm. Biraz bəzəkli olsun da. Print aylar deyəndən sonra vergül qoyduq. Bir dənə iki nöqtə qoyarıq. İki nöqtəni də dırnaq içində qoyuruq. Çünki bu da sətir tipindədir. Ondan sonra mütləq bir dənə də vergül qoyuruq. Bilirsiniz ki, printin içərisində olan elementləri biz bir-birindən ayırmaq üçün vergül işarəsindən istifadə edirik. Onu yadınızda saxlayın. K-nın ikinci elementi hətta ədədi də yazaq. Bir dənə vergül qoyduq. Vergül qoyduq və yazdıq nə? Ədəd. Yəni bu şəkildə. Bu da yəni cədvəldə verilən formasında olandır. Bunun mən cavabına getmək istəyirəm. Cavabın səhifəsini mənə deyin. 194. Nəyə baxırdıq? 156. Hə. Baxın, bu hissə fordan aşağıya eynidir. Fordan aşağı eynidir. Yuxarıda aylar yenə eynidir. Say bərabərdir input sayları daxil et. Hə. Bu nümunə üçün yazır. Mən amma, yəni belə çıxmasın, bizim yazdığımız kod amma, tək 6 ay üçün yox. İstəyirsənsə, əgər 12 ay da daxil edə bilərsən. Çünki mən burada, bax, mən burada int input demişəm. İstəyirsən 12 daxil et, istəyirsən 7 ay daxil et, istəyirsən 8 ay daxil et. Cavabda isə biraz, yəni,
başa düşülən olması üçün, biraz sadə olması üçün nümunəyə əsasən deyir. Say bərabərdə input sayları daxil et. O cədvəldə verilən sayları deyir. Onu deyir daxil et. Ondan sonra sətr tipində daxil edib. Ondan sonra da split ilə, baxın uşaqlar, split bilirsiniz, split metodu sətri siyahıya çevirir. Join metodu isə siyahını sətrə çevirir. Split metodu ona bölüb. Yəni bu şəkildə. Yəni nümunəyə əsasən bu olar. Amma istənilən A üçün, istənilən sayda A üçün bu kod işləyər. Buradakı. Bu belə. Yaxşı, bunu mən kopyalayayım buradan. Duplikatını çıxardım, cavabları arada baxarıq. Testimizin səhifəsi neçədir? 155. Yaxşı, davam eləyək. Güzellik baxaq da. 157. Klaviaturadan daxil edilmiş şəkildən A və nota ədədləri üçün bu parçanı verib, bütün sadə ədədləri çap edən. Biz ilk öncə sadə ədədin tapan proqramı yazarıq. Bundan sonra da aralığı yazarıq. Hansı aralıqda? Daxil eləyək, ədədləri daxil eləyək. Tutaq ki, n bərabər, bunu n deməyək, bir dəfə də a deyək. A bərabərdir int input, çünki AB deyir orada da. Bir də B bərabərdir int input deyək. A ilə B-ni daxil elədim. Bu aralıqda deyirsə, nə deyərsən? Deyərsən ki, for i in range hardan? A-dan B istəyəcəm 1-ə. Bunu deyərsən, bu aralıqda olan ədədləri götürərsən. Bu aralıqda olan ədədləri götürdün. İndi sən həmin ədədin sadəliyini yoxlamalısan. Bir dəqiqə, baxaq. Bax, məsələn, 10-la 20-in arasında 11-dir, 13-dür, 17-dir, 19-dur. Bunlar sadə olduqlarına görə bunları çıxışa verir. Yaxşı. Nə edək? Deyək ki, ədədin ümumiyyətlə sadə olması üçün vahidə və özünə bölünən ədəd olmalıdır. Yəni, tutaq ki, vahidi və özünü nəzərə almasaq, bunun bölənlərin sayı 0-a bərabərdirsə, bu ədəd sadə ədəddir. Məsələn, tutaq ki, 10-dan başlayır. Bu arada hə də 10-dan başlayır. Tutaq ki, 10-dur. Onun bu sadəliyi necə yoxlaya bilər? Ümumiyyətlə, hər hansısa bir ədədin bölənləri onun yarısına qədər olur. Bir də ədədin özü olur da. Biz
Birilə ədədin özünü götürmədiyimizə görə, bax, məsələn, 10-u yoxlamaq istəyiriksə, 1-i götürməyəcəyik, 10-u götürməyəcəyik. 1 ilə 10-un arasında 10-u bölən var, da var, məsələn, tutaq ki, 2-dir, 5-dir. Bunu da yoxlamağımız üçün həmin ədədi götürüb dövrə salmalıyıq. O dövrün içərisində əgər bunun bölənlərin sayı sıfırdan çoxdursa, demək bu sadə deyil. İndi nə edək? Deyək ki, for i in range a. Yox, i. Yox, for i in range a-dan başlayır b plus 1-ə qədər. Demək, for i in range a-dır, ondan sonra a plus 1-dir, ondan sonra a plus 2-dir. Bu şəkildə gedəcək. Bu şəkildə gedəcək. Sənin burada i-in a-dır. Sən a-nı götürsən, a-nın bölənlərini necə götürərsən? Sıfırdan yaxşı. For i in range a dedin. Bu nə deməkdir? Sıfırdan a minus 1-ə qədərdir. Amma biz sıfırı nəzərə ala bilmərik. Çünki a-nı sıfıra bölə bilməyəcəyik. Hətta a-nı 1-ə də bölməməliyik. Bunu 2-dən a-ya deyək. For i in range 2-dən a-ya deyək. Düşdük aşağı. Düşdük aşağı. Dedik ki, əgər a-nın ininci elementi yox, bu belə getməz ki. Bu belə getməyəcək. Bu belə getməz. Deməli, sadə ədədləri belə eləyək də, bunu salaq sətrə. Belə eləyək. i bərabərdir setr i. i bərabərdir setr i for j in i yox, bunu sətr formasına saldıq. Tutaq ki, 10. 10 desək, onu 2-yə böl, keç 3-ə böl, 4-ə böl, 5-ə böl. Yarısına qədər. Demək, A-dan başla. A-dan başla.
Yaxşı, bu belə. Qaçdım burada. Bərabərdə 0 desin. Niyə print A desin ki? E, hə, S artmayıbsa sapa göndərsin. Tamam. Yaxşı. Belə olsa S-də 0-a bərabər eləyərsən. Baxa görək işləyər. A-dan başlayıb D plus 1-ə qədər for J in range 2-dən A-ya. Əgər A-nın Y bölünməsindən A-nın J-yə bölünməsindən A-dan qalıq 0-a bərabərsə S bərabərdə S plus 1 desin. Əgər S 0-a bərabərdirsə print desin. Demək, burada bax bu hissəni başa düşdük də. Əgər i-nin j-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, s-i bir vahid artır. Əgər s 0-a bərabərdirsə, yəni s artmayıbsa, yəni i-nin j-yə bölünməsindən alınan qalıq 0-a bərabər olmayıbsa, bu demək sadə ədəddir. Əgər s 0-a bərabərdirsə, print i, həmin o sadə ədədi çap elə. İndi bizim bir i ilə işimiz bitdikdən sonra ikinci i-yə baxmalıyıq. İkinci i-miz nədir? A plus 1. Digəri A plus 2, digəri A plus 3 hara qədər? B-in özü daxil olmaqla B-yə qədər. Hər dəfə S-in 0-a bərabərliyi yoxlandıqdan sonra S-i biz restart eləməliyik, reset eləməliyik. S-i bir də 0-a qaytarmalıyıq. Ki, A plus 1-də də yoxlayaq, A plus 2-də də yoxlayaq. Ona görə də bir dənə də S bərabərdir 0 deyirik. Əgər artıbsa, bir də qarşısında 0 olsun, digər ədəd yoxlanarkən. Ona görə. Yoxlayaq. Sadə görünür deyə başda. Əla. Əla. Yaxşı. Hani. 11. Demək, 10 ilə 20 daxil elədik. 11, 13, 17, 19. Tamam. Bu bizim yazdığımız kod. Bu bizim yazdığımız kod olsun. Bax bu. Bunu biraz kiçildim hətta. Bu da cavab variantında funksiyanı. Bu şəkildə funksiyada da necədir? Hər hansısa bir funksiyanı təyin eləyib, adı STM-dir. Yenə k bərabərdir 0 deyib, funksiya daxilində yerinə yetirilən əməliyyatlar for in range 2-dən x-ə, 2-dən verməyin də səbəbi odur ki, 1-i götürməsin. Yəni, bir daxil edilmiş ədəd 1-ə bölünürsə, S avtomatik artacaq da, S avtomatik artırmasın. Çünki biz sadə ədəddə onsuz da deyirik 1-ə və özünə bölünür. Ona görə 2-dən başlayır, biz də orada 2-dən başlatmışıq. X-in i-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, k-nı bir vahid artırsan, k-nı qaytarır. Ən sonda k-nın 0-a bərabərliyi yoxdur. Əgər bərabər
Fərqlidir yoxsa bərabərdir? Print şey desin. Sıfıra bərabərdir də, hə, sıfıra bərabərdirsə print şey deyir. Yəni artım olmayıbsa print şey deyir. A ilə B-ni də aşağıda daxil edir. Bax, deyək ki, bura 10 daxil elədin. Bura 20 daxil elədin. X budur. Yəni for in range adam B plus 1-ə 2-dən X-ə 10 qoyassan X-in yerinə 10-u yoxlayassan burada 10-u yoxlayassan sonra 11-i sonra 12-ni 13 bu şəkildə gedəcək. Elə. Bu funksiyalı halı, bu da funksiyasız halı. Bu belə. Bizim ilk başda burada xətamız burada olub ki, mən götürmüşəm bura. Bax, 2-dən i-yə var ha. Bax, burada mən götürmüşəm 2-dən a-ya. 2-dən a-ya niyə götürməliyəm? Ona görə cavab vermirdi bizə. Xətada vermirdi ki, xətalıq bir şey yoxdur. Cavab da vermirdi. Hə. Bu yəni texniki bir şeydir, o düzələndir. Əsas o ki, məntiqin tutun. Bu belə. Bu belə.